Xeyir olsun, hər kəsə xoş gördük. Bugünkü demək, suallarımız kargüzarlığa aiddir. Növbəti 3 ildə kargüzarlığın işə qəbulunda düşən 5 sualı özümüz üçün təhlil edəcəyik. Ümumiyyətlə birinci sualdan başlayaq. Kargüzarlıq nədir? Ümumiyyətlə kargüzarlıq nədir mövzusunu həmin dərsliyi diqqətlə və dəqiq oxumaq lazımdır ki, bu tip düşən sualları asanlıqla yazmaq mümkün olsun. Təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlər işin təşkili üzrə fəaliyyətidir. Ümumiyyətlə bildik ki, kargüzarlıq nədir? Sənədləşdirmə və sənədlər işin təşkili üzrə fəaliyyətdir. Keçirik ikinci sual. Bu da yenə vurğulayıram, qəbula düşən suallardandır. Sənədin rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir? Ümumiyyətlə, bir sənədi rəsmiləşdirilməsi üçün imzalamaq, təsdiq etmək, bir də möhürləmək lazımdır. İkinci sualın da doğru cavabı C variantıdır. Blanklar hansı kağızlardan hazırlanmalıdır? Ümumiyyətlə, bunu çox təhlil etmirik. Bir nömrəli ağ yazı. Blanklar, ümumiyyətlə, blank hansı kağızdan hazırlanmalıdır soruşulursa, bir nömrəli ağ yazı. Hansı hallarda təşkilatlarda kargüzarlıq mərkəzləşdirilməmiş qaydada aparılır? Ümumiyyətlə, təşkilatlarda kargüzarlıq iki qaydada aparılır. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qaydada aparılır. Burada növbəti suallarda biz mərkəzləşdirilmiş qaydada aparılan suallarda təhlil edəcəyik inşallah. Hələ ki, bizim burada variantımız mərkəzləşdirilməmişdən söhbət gedir. Ona görə doğru cavab sənəd dövriyyəsi ildə 25.000 sənəddən çox olan, bir də struktur bölmələri ayrı-ayrı ərazidə yerləşən. Doğru cavab C variantıdır. 5-ci sualımız. Akt kim tərəfindən imzalanır? Ümumiyyətlə, aktdan söhbət gedirsə müəssisədə, bunu işləyənlər hər hansısa bir müəssisədə, dövlət və qeyri-dövlət obyektlərində sədr köməkçisi işləyənlər daha rahat bilir. Amma məlumdur ki, hazırlaşanlar, bu işə qəbul olmaq istəyənlər üçün bu biraz qaranlıq məsələdir. Aktın tərtib olunması, imzalanması, təsdiq olunması, onun tərtib olunmasında iştirak edən şəxslərdir doğru cavab. Ümumiyyətlə, akt mövzusunda aktın imzalanmasından söhbət gedirsə, onun tərtib olunmasında, bəli, mövcud ola bilər ki, aktı kim tərtib edir və yaxud da indi bu variantda dəyişə bilər. Burada isə bizim 5-ci sualın soruşulur ki, bizdə akt kim tərəfindən imzalanır? Doğru cavab onun tərtib olunmasında iştirak edən şəxslər.